Gece saat 13 idi, nə idi? Sonra gördük ki, atışma başladı. Ayağını belə qoyur, görüb, ayağı getdi. Belə əlinə gördüm, nə, uşaq mı idi? Qadın mı idi? Dəhlət kəndinin yaxında biz mühasirəyə düşdük. Atamı başladım gəzməyə. Gəz, neçə gündə atamı gəzdi. Bir həftə 10 gündür qar yeyən adamda nə qalır? Biraz bir yarım saat orada nəfəsimizi kəsdilər. Parmağımı görürsün, qapının ağzına qoymaqdan. Qoyur sıxır, sən qışqırırsan. Buradan təpiyinə vurub qavurğamı sandırmışlar. Xoş gördük Əbufət müəllim. Mövzu Xocalı faciəsidir. Bilirsiniz ki, Xocalı faciəsinin növbəti il dönümüdür. Siz də Xocalıda əsir düşmüş şəxslərdən birisiniz. Hadisə necə olub? Nə vaxtdan Xocalıda yaşamısınız və Xocalı ermənilər nə vaxt hücum eləyiblər? Hadisə necə baş verib o barədə? Bilirsən, hadisənin başlanmasının səbəbi çox mürəkkəb idi, çətin idi. Yəni, biz indiyənə kimi belə bir şeylər yox idi, olmamışdı. Haradasa bir 10 ilə yaxın onlardan işləmişdim. Amma yavaş-yavaş hiss edirdim ki, bizə qarşı münasibətlər dəyişən, müsəlmanlara qarşı münasibətlər dəyişən. Nə vaxtdan oldu dəyişiklik? 87-dən başladı, 87-də bəlkə ondan biraz bir kara qabaq başlamışdı. Xırda da, belə də bütövlükdə yox. Yəni elə bir 82-də mən işə başlamışdım, 81-də başlamışdım işə. O vaxtda sənə qarşı olan münasibətinə, 87-də, 88-də sənə qarşı olan münasibətdə xeyli dəyişiklik var. İstəyir rəhbərlikdə, istəyir sadəcə fəhlələrdə, hamısında dəyişiklik vardı. Sonra ki, 88-də başladılar, mitinqlə zada çıxmağa eləməyə. Çıxırdılar. Ermənilər çıxırdı. Bəli, çıxırdılar. O vaxt ki, Lenin adına meydanda, Kompartiyanın qabağında, indi həmin o Xan kəndində çıxırdılar, başlayırlar nümayiş eləməyə, qışqırışmağa, nə bilim. 8-ci illik məktəb idi, 2 dənə idi Azərbaycan. Qalan hamısı erməni məktəbləri. Bunlar da günü-gündən orada müsəlmanlar qabırdılar, hamısını şey edirdilər, yavaş-yavaş məktəblərdə bağlanırdı. Sonra Kərkicanı çıxdı, Xan kəndindəki bütün Azərbaycanla şey elədilər. Ondan sonra başladılar Meşəlini, Cəmillini, Qıraq kətlərdə, Azərbaycanlı kətlərini, hamısı yavaş-yavaş. Yəni özləri çıxardırdılar, yoxsa nəsə qırğın olurdu? Qırğın olurdu, çıxardırdılar, basqın edirdilər, sıxırdılar, nə belə də, nətər deyim. Xocanın özündə vəziyyət necə idi? Xocalılarda bizdə həmin dediyim 68-ci il kimi Qala Dərəsi deyilən aeroportunun üstündə kənd vardı. Oradan çoxu erməni idi, qalan hamısı Azərbaycanlılar idi. Neraguh deyirlər, Təzəbinə. İndi Təzəbinə var da, Neraguh. O kəndin aşağısında asfaltın üstü Təzəbinə idi, asfaltın altında biz idi. Qala Dərəsi 68-ci il sonra boşaldıldı. Bir dənə ondan qəbirstanlığı qalmışdı. Qalanında orada bir dənə kənd yox idi, erməni yox idi, bəli. O üçün belə götürəndə bizim kətdə, o 3 kət bir yerdə də, indi düzdür, biz yerli dilə deyildi, bu Qaşqın, bu Qala Dərəsi, bu Xocalı. Amma obşu kitabda Xocalı gedirdi, obşu. Sovetlik Xocalı gedirdi. Bizim kənd strateji cəhətdə, hər cəhətdə rahatdır. Bax, dəmir yolumuz var idi. Allah ulu öndərimizə rəhmət eləsin, dəmir yol çəkmişdi. Aeroportumuz vardı, işləyirdi. O vaxtı bir dənə yaxşı sonra Yerevana uçurdu, biri də Bakıya gəldi. Ondan sonra Xocalı faciəsindən sonra Xankəndinin əsgərlərinin arası birləşdi, Paramoy. 2-3 gündən sonra Ağdam getdi. Ağdam getdi. Ondan sonra bu ara birləşəndən sonra oradan da Şuşa getdi, Şuşa ilə Laçın arası birləşdi. Dağlıq Qarabağ Muxtar vilayəti koridor açıldı Yerevana getməyə. Hadisə də ki, həmən günü deməli biz gördük, hiss edirdik ki, necə, nə mənada, yəni 360-cı, 66 alay kəndin içindən gedirdi. Daşbulağa tərəf, Mehdi-kənd vardı, aeroportun üstü, o tərəfə gedirdilər. Yəni yerlərini tuturdular. Özlərinin toçkaları var da, tuturdular. Həm fevralın 25-i də? Hə, 25-i. Günüzdən gedir, günüzdən görür, cəmaat da görür ki, gedir. Yəni bu BTR, BMP gedir, Daşbulağa tərəf, yəni Ballıcıya tərəf, ya bu xeyrə getmir ki. Bu bir şey olur.
Həmin hamı belə düşünərsə də burada da başqa variant yox idi. Bizdə də əhalinin çoxu kənddə idi. Основной da bilsən bizdən nətər deyim, niyə şeydə ölümlə bu şəhidimiz niyə çox oldu? Adam var sağ-salamat evdən ailəli də çıxırdı, gedirdi şey. Allah yolunu açırdı da. Gəl Şelliyə, Gülaflıya. Bu tərəfə keçəndə baxırdı sağında solunda heç kim yoxdur. Allah bizə buna yol açırdı, evdəkilərə yox. Bir də bu qaydadır ki, ailəsini uşağını axtarmağa özü də qalırdı orada. Bizə qadınlar çox idi, qocalar çox idi. Onları elə bir onlar olmasaydı, qadınlar, uşaqlar, qocalar, yaşlılar bunlar olmazdı. Bəlkə də bizdə bu 1000 nəfər itkimiz olmazdı, az olardı. Olardı, ancaq az olardı. Ümumiyyətlə Xocalıya xəbərdarlıq eləmişdilər ki, çıxın boşaldın Xocalını, yoxsa? Vallahi şeydə ermənilərin dediyinə görə güya ki, 2-3 gün bundan qabaq nə bilim dediklərinə görə güya ki, xəbərdarlıq eləyirlər. İndi onu da ki, gəlib sıravi adamlar da, indi onun yaqın içindən, kimin vasitəsilə, nə ilə eləyiblər, onu Allah bilir. Siz onda özü müdafiə batalyonu deyirdiniz də? Hə. O batalyon nə vaxt yaradılmışdı? Batalyon üzrə hadisələr başlayanda da, bu boyda o vaxtki hökumətdə də 8 milyon əhalimizdə bizdə aeroportda, sonra rəhmətli Əli Hacıyev də gəldik, bizim polis yanında aeroport postu oldu. Yəni 21 nəfər bizdə 21 idi, 22 nəfər Qıraqdan bizə kömək vardı. 21 nəfər də 22 nəfər, amma heç bizdə 21 nəfər avtomat da yox idi. Təsəvvür elə ki, 21 nəfər kim idi? Qıraqdan gəlmə, kömək. 21 nəfər köməyimiz var, Qıraqdan gəlmə. Təsəvvür elə ki, Daşbulaq yolundan görmüsünüz, göstərməmişsiniz şeydən. Cəfər təpəsindən az yuxarı Daşbulağa gedir. Sola dönür Təzəbinliyə, o şimdi gedirsən 4 yoldan da Balıca, çayın için keçsən Balıca. O yolun altında biz posta dururduk. Üstünde nəracıq dururdu posta. Böyləydik. Bizim səsimiz o iş yeri, onların səsimiz bize şey yeri. Ara mesafe yok idik ya. Bir de böyle bir avtomatı ben götürürdüm, sen götürürdüm, bir suyunu o götürürdü. Yani bir avtomat 200 mene, 300 mene. Silahımız da yok idi. Dayan doldurulmurdu, katlamalarıydı. Katlamayla da neyle mi? Ov tüfəngləri. Ha, ov tüfəngiydi. Onu da yığdılar. Onu da çok iyi yığdılar. Biz axırıncı postaydı. Deməli də posta elə bir gedirdik. Posta 1'ə idi. Məsələn saat 1'ə, 2'ə kimi, 3'ə kimi bütün hamı orada olurdu. 3'dən sonra şimdi ben gelirdim 3 saat yatırım için sabah gələcək posta. Gecə saat 13 idi, nə idi? Sonra gördük ki, atışma başladı. Mehtikət tərəfdən ata gəlirlər. O vaxtda deməli Mesxeti tuşlar gəlmişdi. Qava Dərəsinin yuxarı hissəsində Astabon Mesxeti tuşların orada ev tikmişlər, Finski evlərdə eləmişlər, orada yaşayırlar. O Mehdi kəndi ilə böyür-böyrəydi. Onların ara məsafəsi yaxın idi. Birinci o tərəfdən girdilər Qava Dərəsinin yuxarısından. Ağız yuxarıdan, oradan girdilər. Başladılar avtomatla, təhlillə, birinci şeyi atırdılar, o 360-cı 66 alay yoxdur. Yəni təsəvvür elə bir bunlar atırdı, məsəl üçün burada dururdu, atırdı, 100 metr adır, 200 metr belə qabağa atırdılar. Oranı şilli şuf edir, darmadan dağılır, ondan sonra ermənilər piyada altdan gedir, piyadalar. Ateş açanlar 366-cı alay idi. Hə, atırdı, alay onların içində. Gedir altdan, ora çatanda, oradan bir dənəsini bırakır ağzı yuxarı, bir yananlarda. Şu bir yanan. Ki yanı biraz qabağa gəlir. Burada bırakmayın. Burada bizik. Ondan sonra bu gəlirdi bura, onlar da qabağa. Böyle saat 1'də zaten Qala Dərəsi var, bir şey təmiz yanmışdı. Bu tərəfdə Daşbulaq tərəf, yuxarı Finski evlərdə zaten Finski var. İndi oranı dağıdıblar. Köynə nədir bizim klubumuz vardı. Ben görmüşdünüz vaxtıyla. Çeşmişdən tikilmə köynə klubu, böyük klubu. O şimdi kəndin yarısı yana yanacaq. Haradası bir kətdə 3'ə çıxanda bizim kətdə yox idi. Yarısı yox. Qala Dərəsi var, bir şey yox idi, yanmış, yandırmışlar. Bizim kəndindən çox hissəsi yandırmışlar. Qala Dərəsinin sakinləri bəs harda idi? Hamısı qaçmışdı. Hamısı hələ ayağı yer tutan çayla Yəni bunlar ateş açandan sonra qaçdılar da. Hə də biraz demirəm harda saat 1'ə kimi, 2'ə kimi dayandılar. Sonra görə dayanmaq olmur. Evdə də evə də getmək olmur ki. Evdə də arvad, uşaq, körpələr, yaşlılar məcburi də
Dayanmağa da bir şey yoxdur. Əldə nə var? Yava ilə gedib BT-nin qabağına çıxmayacaqsan. Padron da qutardı. Dayan doldurub 3 dənəsini atırsan, qızır. O bir avtomatı da onun kimi daha iyi mi? Hə. Ona görə də məcbur ol axırda başqa variant çıx. Qaçmaqdan başqa bir variant yoxdur. O da ya axırıncı variant idi, o da ya Allahla əmələ gələr ya gəlməz. Və əsgərəndən keçmədik ki, ola bilər, hər şey ola bilər əsgərəndən. Ancaq cəmaat üst tutdum eşeğe. Fevral ayının 26 elə pis şeydir ki, çıxdıq ki, qar buradan belə, meşədə qar bilənci. Təsəvvür elə ki, rəd gedirdi, 10 dəqiqə çəkmirdi. Rəd şey yerdi, dolurdu. Yağırdı dayanma. Qar yağırdı da. Amma bu cəmaat, nə bilmir. Baxırdı yerdən görüldü, bax bir belə dik var. Deyir, meşədir də. Deyirdi, yağın şeydir. Daşdır da. Qar yağı üstündə belənçidir. Dik olub da başında. Ayağını belə qoyuyor, görüb, ha, ayağı getdi. Girvəydi. Getdi ayağı. Belə erdi, əlindən görürdüm, nə, uşaq mı idi? Qadın mı idi? Bir epizodda deyir, meşəyə gedirdik, nəsə, Dəhrət kəndinin yaxınında biz mühasirəyə düşdük. Mühasirəni yarıb çıxanda mən atamı itirdim. Yəni, öncə atışmada cəmaat pərən-pərən oldu da bilsən. Nə bilim, atamı orada itirdim. Sonra da ki... Yəni gördünüz vurulmağın, yoxsa yox? Yox, vurulmağı görmədim. Atamı orada itirdim. Ondan sonra da özü bir atamı gəzirdim meşədə. Nə bilim, hara gedirəm, bilirəm hara gedirəm. Meşədə də. Ailəni çıxardıb yola salandan sonra? Ha da ikimiz qalmışıq da. Həmin mühasirədə mən atamı itirdim. Sonra başladım atamı gəzməyə. Mənim kimi də çoxları gəzməyə başladı. Bayaq deyirəm, elə bir evdən 3 nəfər çıxıb, indi atışmada, nə bilim, hərəsi atır da, indi hərə başım bir yerə sonra, hara gedir, Allah kərim deyir, bir də yola çıxdı da. Ya yaxda gəlib, elə Allah onun qapısını açır, gələ çıxır, gülaflıya, şelliyə, gələ geri qayıdır. Yəni mən atamı başladım gəzməyə. Gəz, neçə gündə atamı gəzdim, tapa bilmədim meşənin içində. Meşənin eni yox, boyu yox, bucağı yox, nə bilirsən. Sonra gedirdim, gördüm, bir kət görüşür. Uzaqdan kət yekə görüşürdüm. Akaz mesela mənim gözümdə də 10 gündür, bir həftədə 8 gün qar yəyən adamda bir nəfər, 11 nəfər görəcək, gözü nəsil olacaqdı. Mən də gedirdim 3 addım, 5 addım, belə də biraz bala gedirdim, otururdum, əlimi verirdim qara, qoyurdum ağzıma, boğazım quru-quruyur. Bu mübala yavaş xırda, nə bilim, haradasa gün yarım, gecə bir kolun altına girdim. Almışım da bir gün yarıma getdim, çıxdım ora. Həmin kəndə? Hə. Kəndə çatmamış gördüm ki, kolun dibindən bir nəfər çıxdım. Formada, saqqallı, amma əlində də işlə yoxdur. Əlində də işlə yoxdur. Bu çıxdı, mənə salam verdi. Bizim dildə. Sonra sevindim. Dedim, ilahi fərvər deyəsən, xatadan qurtarmışam. Elə bundan 1 addım, 2 addım, 3 addım dedim ki, bu tərəfdə bilmirəm, ağzı gün yarımda gəlir, bu yüzden şey var. Mühasirəyə düşdü, çıxdıq. Orada indi ola bilər, ölüm də var, itim də var. Orada kömək lazımdır, bilmirəm, cəmaat dağılı yoxa çıxdıq. Hələ iti ilə axtarmağa getdi, vəziyyət bu yerdə orada. Onları axtarmaq. Amma bilmirsiniz kimdir adam? Bilmirəm. Alnına yazmış, bu erməndə, nə bilim, turustu kimi. Bu ikinci çıxdı, heç mənə nə salam verdi, nə iştəq istəyəm, nə barəb, heç də vermədi. Provo qardımı bir təbii. Əlində də avtomat var. Bu yox. Qardımı belə qucaqlayanda avtomatın qundağı ilə buradan. 3-4 dənəsin burada yıxıldım yerə. Bir həftədə 10 gündür qar yeyən adamda nə qalar? Başladı yerdə vurmağa, təpikləməyə. Yerdə təpiklədi, amma o birisi şey eləmədi, birisi. Başladı yerdə təpikləməyə, sonra hələsi bir qolumdan belə sürtüyə mənə apardılar. Dəhrazım bilmirəm, hansı tərəfinizdən, hansı başındadırsa, nə bilim, sağında mı, sonundadır, mən bilmirəm orada. Bir tərəfində mən ferm olub vaxtı ilə. Yarısında elə bir özləri şeydə, stalovoy kimi istifadə edir, yemək yedirmişlər, yarısında yatırmışlar da bilən bir şey. Kazarma kimi. Kazarma kimi, hə. Neysə, çöldə başımızı yoxladılar, elədilər, nə var, hamısını aldılar, nəyim var. Fermanın qapısını məni itələdilər fermanın içinə. Fermanın içinə itələyəndə
Deməli, orada bizim kənddə xeyli adam vardı. Yalan olmasın, 100-dən yuxarı adam vardı. Çoxu da uşaq idi, qadın. Əsirlərdən. Həli, çox da uşaq idi, qadın idi. Belə də yaşlı idi. Xocalılar idi da bunlar. Hə, hamısı kənd adamı, hamı tanıyırdı da. Yəni o vaxt Xocalı bir o qədər qıraqdan zaten gələn yox idi axı bir o qədər. Hamısı öz yer cəmaatımız idi. Ondan sonra bizi çıxartdılar çölə. Getdilər, bir kamaz gətirdilər. Yığdılar kamaza, gəldik. Kamazın içində belə odunlar vardı. Kişilər də bu 19 nəfər seçildi. Bizim kənd adamdı. 19'u kaldırıp tulladılar ya da koymadılar, tulluyurlar bile. Ha, 19'u yığdılar oraya. Odunlar vardı, böyle kırık. Siz təsəvvür edin ki, Dəhrazdan Naxçıvan arası harada Quntova yol olar, Kamaz olar. 70-80 gedə, nətər olur. Da odunlar adam başına bir oynaçırdı, bir oynaçırdı. Odunların üstünə yığıblar. Ha da odunlar açıqdır. Hə. Quntova yoldur da. Bu hoppanıp kalkır yenir de Kamaz'dı da. Ağır başında. Bu da kalkır da orada şurada kalkır. Biri aynen. Başına, biri gözüne. Başını tutsa kılçığına, kılçığını tutsa başına ne? Geldi oraya, bile sakladılar onu. Deməli üstümüzde de bir başımıza da şey saldılar. Tent. Böyle bu toylardaki tentler falan öyle bir şeydi. Bak biri çık kaldırıp tentin biri kaldırıp biri işte burada bir zihden Müslümanlar. Biri tüfürür, biri söyür, biri ne bileyim yerden ellerine keçir atıp şeyin üstüne. Mülki cemaat edir onu ermənilər. Mülkü. Yani gördü yerden kaldırır atıp kamazın içine. Biri için burada biz işte. Başka şey yoktu. Biraz bir yarım saat orada nefesimizi kestiler. Yarım saatten sonra geldi Naxçıvanlıdan Dəhrazdan Naxçıvana geldi. Oradan da geçti, geldi. Deməli Xocalının yukarı başında aeroportunun aşağısında da. Orada stroy material magazin var idi o vaxtda. Bizi düşürtdülər yerə. Kaldırır, Kamaz belə qalxdı. Bu fason. Boşaltdı. Ha, belə boşaltdılar bizi yerə. Odunlar da sizin üstünüzdə. Ha, odunlar da bizim üstümüzdə. Boşaltdılar yerə. Deməli bizə nə yemişsən duruşuram. Neyse yerdə də xeylaq bir yarım saatdan çox belə hamını qatışdı. Sonra bir ayaqdan tuturdu, bir başdan tulladılar ki, yəni Kamaza. Təzədən Kamaza. Neyse aeroportu keçdik, gəldik. Söndürdülər taksi motor, bilmirəm taksi motordu, üstü bağlıdır. Yoxsa Qurcavoy park. Bir saate yaxın bilmirəm, xeylaq qaldıq orada. Təsəvvür avtobaz da ola, dəmir çox. Avtobaz, orada dəmir çox, bu yüzdə dəmir çoxdur. Göydən dolu kimi dəmir yağırdı palatkanın üstüne. Biz de palatkanın altında. Təzədən bir de kaldırdılar, bindirdilər. Mili şöbəsi vardı. Onun təcridxanasında. O vaxtın milisi də polislər. Mili şöbəsi təcridxanasında. 3 mərtəbə. Birinci mərtəbəsində onların öz tutaqları idi, yəni mülkün adamları idi. Bizi kaldırdılar 2 ilə 3'e. Orada da hardasa bir 3 ay yaxın. 2 aydan yukarı orada. Gecə gündüz döyülmək. Parmağımı görürsünüz. Kapının arasında, dəmir kapıdır. Kapının arasına koymaktan. Qoyur sıxır, sən qışqırırsan. Buradan təpiylə vurup qavurğamı sandırmışlar. İndi biraz şey olur dersə. Qışdı da palto soyundururdular. Belə də paltonuzu çıxardılar onu sonra. Döyürdülər saat, nə bilim, 2'ye kimi, 3'e kimi belə də. Gecədə 2 dəfə gəldilər. Sonra birini götürürlər, ayağından birinin başından tulluyurdular bu yüzden. Döydüklərində, ayaqdan birini döyüblər. Birinin ayağından birinin başından tulluyurdular bu yüzden. Biri keçirdi arxaya, biri qabağa. Başında o boyda döyüblər, üzərləri soymayıb. Başlayır biri arxadan, biri qabadan təpikləməyə. Düppa gör, təpikləmir hava. Bir 10-15 dəqiqə təpikləyə sonra tulluyurdular o. Bir hamısı ora. Aş, susuz. Təsəvvür elə ki, bir qırıq belə çörək verirdilər. Bizim saatımız yox, saatdan hamısı almışlar. Biz o gün düşməklə şeylerdi. Şuşa da atmışdı, pəncərələrdə də şotkaları da hamısı qırıq idi. Türmə olub, içəri də şotka çölüsü, içəridə 3 dənə üst-üstə, çöldə 3 dənə üst-üstə belə bir şeydi. Amma da yoxdur da, bu yahavıydı. Bu boyda çörək verirlər, elə bir baxırdıq ki, bugün
gün gəlib, məsəl üçün gün gəlib bura düşəndə, pəncərədən gün gəldi bura düşəndə bu boyda çörək verdilər. Bizim saatımız boyda neçədir, Allah kərimdir. Bir qurtum su verdi, qurtum içirdik ki, hamıya çasınlar. Qurtum su içirdik. O da 3-4 gündə o gəlmirdi. Üzü üstündən o küşdə də unitaz vardı. Amma o unitazı oraya niyə qoymuşlar, mən başım çıxmadı. Yəni insan yeyər ki, çölə bayra gedədə, düzmü? Yeməyəndən sonra o unitaz nə lazımdır? Qoyublar. Allahın suyunu vermirlər. Gedirdik, bir də gördüm ki, gətirirlər. O Nikətçi babayıq da qazçı göldə çimir. Məsələn üçün belə bir göl məsələ, qapqarası olur. Belə vururdu, bedirəni, gətirirdi, tökürdü unitazın baçoğuna, arxada, baçoğa çökürdü. İndi sən onun gözlə ki, baçoq su yatacaq. Palçıq da, ya su yatan ki, biraz durula da. Onu da qurtum, onu da ekonomiyaya içirdik. 2 aydan yuxarı qaldım orada, axırda da ki, bir tərliklə dəyişdilər. Sizi dəyişdilər, yoxsa azad elədilər? Erməni ilə dəyişdilər, yoxsa azad elədilər? Erməni ilə dəyişdilər. Neçə nəfər dəyişdilər? Erməni ilə dəyişdilər şeylə, bir dənə qadınla. Erməni qadın. O 19 nəfərdən tək sizi dəyişdilər, yoxsa? 19 nəfər, mən dəyişəndə 19 nəfər, 2 nəfər qalmışdı içəridə. Qalan hamısı xırda getmişdi. Təşəkkür edirəm Rəfət müəllim. Allah köməyiniz olsun. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun. Siz də zəhmət çəkmişsiniz. Allah köməyiniz olsun.